Cəfər Sadiq əleyhissalam Biharul Ənvar 78-ci cild 117-ci səhifədə bu hədisi qeyd edir. Buyurur: İza u'titum ni'mətən fəşəkartum fəzidu fiş-şükri yüzəd ləkum. Əgər sizə bir nemət verildikdə onun şükrünü edin. Allah sənə bir nemət veribsə çalış o nemətin şükrünü et. Şükrünüz artdıqca nemət də artar. Allahın sizə verdiyi nemətin şükrünü nə qədər çox edərsənsə, bir o qədər nemətin artmış olar. Amma çox əfsuslar olsun, bəzi insanlar bu neməti yalnız varda, dövlətdə, sərvətdə, şanda, şöhrətdə, vəzifədə bilir. Amma bu yanlış düşüncədir. Rəbbimizin bizə təpədən dırnağa verdiyi, bəxş etdiyi hər bir şey nemətdir. Bu kainat özü bir nemətdir. Ay, günəş, ulduz, səma, kəhkəşanlar, bu qalaktikalar hamısı bizə nemətdir. Amma çox əfsuslar olsun ki, biz bəzən nemət deyəndə yalnız elə varlı, karlı, hallı, var, dövlət, sərvət nəzərə gəlir. Tarixdə yazırlar, bir zaman bir kasıb insan, Allah heç kimi kasıblıqla, fəqirliklə imtihana, sınağa çəkməsin. Allah heç zaman mərdi namərd qabağında çarəsiz hala salmasın. Mərdi namərd qapısına yollamasın, möhtac eləməsin.